İlkin mərhələdə ən çox ehtiyat etdiyimiz rəqib Zirəyə düşmüşdü. Gəl ki, Rəşad Sadıqovun komandası Torpedo Kutaisiyə hər iki oyunda 3 cavabsız qol vuraraq gürcülərə dərs verdi. Gürcülərlə yanaşı Azərbaycanda da Zirənin bu iki parlaq qələbəsinə dilxor və məyus olanlar oldu. Bəli, təəccüblənməyin, sosial şəbəkələrdə vardı belələri. Turan Tovuzun Avropaya yolunu Zirə kəsib, ona görə biz Torpedo Kutaisiyə azarkeşlik edəcəyik yazırdılar. Bu da sizə Torpedo Kutaisi. Başınız sağ olsun. Daha keçib növbəti mərhələdə Estoniya klubuna da azarkeşlik edərsiniz. Zirənin bu mərhələdə bəxti gətirib Paide Baltikyanı derbidə Litva klubuna keçərək Zirəyə rəqib olub. Zirənin bu mərhələni də adlama ehtimalı çox böyükdür. Hətta digər 3 klubuzla müqayisədə hamıdan çox. Hazırda davam edən Estoniya liqasında Paide liderdən 14 xal geri qalmaqla 4-cü sırada gedir. Heyət baxımından da bu komanda ilə Zirə müqayisəyə gəlməz. Əminəm ki, Rəşad Sadıqov və futbolçuları belə şansı qaçırmayacaq. Paide ilə Zirənin ilk dueli iyulun 23-də Estoniyada olacaq və nəhayət